Salam, hörmətli izləyicilərim, hər vaxtınız xeyir. Bugün mən pizza hazırlayırdım və istədim ki, necə hazırlandığını sizinlə paylaşım. Elə isə keçək hazırlanmasına. Pizzanın xəmiri üçün 2 stəkan yarım unun üzərinə 1 çay qaşığı duz əlavə edirəm. Ardından biraz ilıq su götürürəm və üzərinə 1 çay qaşığı mayanı əlavə edib azca qarışdırıram və təxminən 5 dəqiqə gözləyirəm ki, maya aktivləşsin. Sonra isə əlimlə burada bir çuxur əmələ gətirirəm və üzərinə aktivləşmiş olan mayamı və 1 ədəd yumurtanı əlavə edirəm. Üzərinə 3 yemək qaşığı duru yağı da əlavə etdikdən sonra xəmiri yoğurmağa başlayıram. Üzərinə getdiyi qədər ilıq su əlavə edib xəmiri yoğurmağa davam edirəm. Ələ yapışmayan yumşaq xəmir alındıqdan sonra üzərini örtüb 1 saat yarım gözlədirəm ki, xəmir mayalansın. Xəmir mayalandıqdan sonra soba sinsini yağlayıb xəmiri bura yerləşdirirəm. Soba sinsinin hər tərəfinə gələcək şəkildə xəmiri yayıram. Üzərinə zövqə görə mayonez və ketçup əlavə etdim. Siz istəsəniz ketçup yerinə tomat pastasından da istifadə edə bilərsiniz. Ketçupu da çəkdikdən sonra qabaqcadan rəndələmiş olduğum mozzarella pendirini bura əlavə edirəm. Üzərinə isə mən kolbasa əlavə etdim. Siz istəsəniz əgər sosiska ilə də əvəz edə bilərsiniz. Daha sonra isə üzərinə doğramış olduğum qara zeytunu əlavə edirəm. Ən sonda isə üzərinə pomidor dilimləri düzdüm. Pizzanı qabaqcadan isidilmiş olan 180 dərəcəli sobada 25-30 dəqiqə ərzində bişirirəm. Və beləliklə, ətri hər kəsi valeh eləyən pizzam tam hazırdır. İnanın mənə bu reseptlə çox ləzzətli alınır. Hər birinizin sınamağını israrla tövsiyə edirəm. Videomu bura qədər izləyənlər, əgər bəyəndinizsə, mütləq bəyənməyi unutmayın. Və fikirlərinizi şərhlərdə qeyd etsəniz, çox sevinərəm. Növbəti paylaşacağım videolardan anında xəbərdar olmaq istəyirsinizsə, kanalıma aşağıdan abunə olmağı və zəng işarəsinə toxunmağı da unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.